Qusul zamanı saçın hamısı islanmalıdırmı? Qadınların saçı uzundur, hər tərəfinə su dəyməlidir. Xeyr, ehtiyac yoxdur. Aha. Qusul zamanı saçın dibi islansa kifayətdir. Əlbəttə, bəzi, məsələn, bu Ayətullah Sistaninin fətvasıdır, bir çox müştəhidlərin fətvasıdır. Qusul zamanında lazım kiçik tüklər, məsələn, əlin üzərindəki tük, o gərək islansın. Amma böyük tüklər, məsələn, birinin saqqalı çoxdur, lazım deyil ki. Dəstəmazda vacibdir. Dəstəmazda lazımdır. Dəstəmazda qusul fərqidir. Dəstəmazda birinin çox saqqalı varsa, saçın bunun dibin yumağa da ehtiyac yoxdur. Saç islandı, tük islandı, bəs eləyir. Bəs eləyir. Amma qusulda bu saqqal yuyulmasa, dibi yuyulsa kifayətdir. Əksinədir. Amma bəzi müştəhidlər, o cümlədən Ayətullah Xamenei əziz rəhbərimiz vacib ehtiyat edir ki, hətta qadınlar qusulda uzun saçlarını da yusunlar. İndi əgər birinə lazımdır ki, yumasın, məsələn, lazımdır ki, yumasın da, yumaq istəmir. Gec qoruyur, xəstələnir, ya hər nə, heç istəmir yusun. Edə bilər Ayətullah Xameneiyə də təqlid edir, edə bilər həmin məsələ udul etsin. Ayətullah Sistaniyə. Çünki ehtiyat vacibdir.